Salam, hər vaxtınız xeyir, hər birinizi xoş gördüm. Bugün sizinlə birlikdə ümumi olaraq sizə finansal bazar haqqında danışaq. Məqsədim bu videoları bir neçə dərsdə halına salıb, ümumi olaraq finansal bazar nədir, burada analiz necə aparılır, necə alqı-satqı edilir, fundamental analiz nədir, texniki analiz nədir, bunlar haqqında ümumi olaraq məlumat verməyə və bir də ən son dərslərdə metodlardan danışacağam. Məsələn, mənim istifadə etdiyim metod hansıdır, dəyər metodu hansıdır və s. Xülasə başlayaq. Birinci bölümdə finansal bazar haqqında danışacağıq. Finansal bazar nədir? Finansal bazar ümumi olaraq dəyərlərin alqı və satqı edildiyi bazardır. Burada istənilən dəyər nümunə kimi göstərilə bilər. Məsələn, burada biz finansal bazara səhm, kripto, forex, nadir materiallar kimi xüsusi başlıqlar götürə bilərik. Məsələn, səhm bazarı var. Səhm bazarı nədir? Məsələn, mənim bir şirkətim var və ya götürək hamının bildiyi Apple şirkətini. iPhone istehsal edən bir şirkətdir. Apple şirkəti və Apple şirkətinin ümumi bazar dəyəri deyək 1 milyard dollardır. Məsəl üçün deyirəm. 1 milyard dolları Apple səhmi 1 milyon hissəyə bölür və hər səhminin dəyəri 100 dollar olur. Bunları hesablamadan deyirəm, səhvlik ola bilər. 100 dollar olur. Mən bir investorum və istəyirəm ki, Apple səhmi alım, Apple yatırımçısı olum və mən bir Apple səhmi alaraq artıq Apple şirkətinin əgər dəyəri qalxarsa, məsələn, Apple şirkətinin gələcəkdə dəyəri, bazar dəyəri 2 milyard dollara çıxarsa, mənim 100 dollarlıq səhmim olur 200 dollar. Və burada mən qazanc əldə etmiş olurum. Və ya eyni şəkildə 1 milyard dollarlıq ABŞ Apple səhmi aldım. Apple səhminin gələcəkdə dəyəri düşdü 1 milyard dollardan 500 milyon dollara. Avtomatik olaraq mən 50% ziyanı keçirəm və mənim 100 dollarım olur 50 dollar. Biz də bu bazarda bundan istifadə edirik. Hansı səhmin dəyəri qalxacağını hesablamağa çalışırıq və beləliklə yatırım edirik və yatırımımızdan gəlir əldə etməyə çalışırıq. Kripto bazar nədir? Kripto bazarda əslində eyni şəkildə işləyir. Sadəcə kripto olaraq ən böyük bildiyimiz kripto varlıq Bitcoin-dir. Bitcoin mərkəziyyətsiz vahiddir. Necə ki, dollar var, evro var. Eyni şəkildə Bitcoin də bir pul vahididir. Sadəcə fərqi nədir? Dollar məsələn ABŞ-dan asılıdır, USA-dan asılıdır. Amma Bitcoin elə deyil. Bitcoin mərkəzi yoxdur, sahibi yoxdur. Bitcoin ümumi olaraq yaradılmış bir pul vahididir və digər ənənəvi pul vahidlərindən fərqli olaraq kağız materiallarında göstərilmir. Yəni əşyavi deyil, digital bir varlıq. Və forex bazarında forex bizim bildiyimiz ABŞ dollarını və ya evronu və bir çox pul vahidi ola bilər burada. Burada dəyişməsində, məsələn, ABŞ dollarının dəyəri qalxanda evronun dəyəri düşür və ya evronun dəyəri qalxanda ABŞ dollarının dəyəri düşür. Biz də bu aralıqda gəlir əldə etməyə çalışırıq. Dollar alırıq, məsələn, evroya çevirəndə gəlir əldə etməyə çalışırıq, evro alırıq dollara və s. Nadir materiallar burada qızıl, gümüş, bürünc və s. çox material götürülə bilər. Məsələn, qızıldan danışaq hamımızın bildiyi. Qızılın məsələn qızılı alırıq biz. Qızılın dəyəri qalxdıqda buradan da gəlir əldə edirik. Yəni ümumi olaraq finansal bazar budur. Finansal bazarda var bizdə S&P 500, Bitcoin, Nasdaq. Bunlar nədir? S&P 500 ABŞ-ın ən böyük 5 dənə maliyyə şirkətinin, maliyyə texnologiya şirkətinin ümumi olaraq bazar dəyərlərinin artmasını, azalmasını göstərən bir fondur. Yəni daha dəqiq desək, burada baxaq S&P 500, SPX adında da göstərilir, trading view-da baxa bilərsiniz. Baxın, bu S&P 500-ün qrafikidir. Burada biz illər ərzində hətta bunu həftəlik qrafik alım mən. Həftəlik qrafikdə baxın görürsüz, ABŞ-ın ümumi 500-dən ən böyük şirkətinin necə dəyərlərinin artdığını görə bilirik. Və burada düşüşlər var, görürsüz. Bunlar əsasən ayı bazar adlanır. Onu da indi izah edəcəm nədir. Baxın, bu düşüşlərdə isə ABŞ-ın 500 şirkətinin dəyəri düşür demək. Burada ayı bazarı var, boğa bazarı var. İndi qısaca ona deyilim, o nədir? Ayı bazarları ümumi olaraq şirkətlərin düşüş və ya bu kripto da ola bilər, kriptoların düşüş senaryosudur. Yəni bir müddət davamlı olaraq düşməyə davam edir. Boğa bazarları nədir? Ümumi olaraq hər şeyin qalxması və hər şeyin dedikdə, yəni təməli güclü, əgər heç bir problem yoxdursa, boğa bazarındaysa, demək olar bir çox şirkət qalxır. Bu bizə boğa bazarıdır. Məsələn, burada baxsaq, burada görürsüz bu döngünü hətta belə trend şəklində göstərmişsə, burada bir boğa bazarı var. Çünki hər şeyin qalxdığı dönəmdir. Burada artıq qısa bir düşüş olur. Bu əsasən düzəltməkdir. Ay bazarı deyə bilmərik buna. Amma sadəcə göstərmək istədim məqsəd. Burada bir boğa bazarı var. Hər şeyin yüksəldiyi bir dönəm. Eynən bu şəkildə. Nasdaq indeksi nədir? Nasdaq-a da toxunmaq istəyirəm. Nasdaq ABŞ-ın ən böyük 100 texnologiya şirkətini göstərir bizə və Nasdaq-ın volatilliyi biraz daha çoxdur. Yəni çünki orada yatırımlar əsasən böyük miqdarda yatırımlar olunur və AI sistemi hal-hazırda texnologiya şirkətlərində AI sistemi hal-hazırda populyardır.
milyardır. Yəni hal-hazırda yeni dövrün hype AI-dir və buna görə böyük yatırımlar olunur və ya böyük satışlar olunur. Ona görə burada indeks dəyişməsi daha tez-tez olur. Və burada da gördüyümüz kimi bu da Nasdaq indeksinin qrafikidir. Buradan da ümumi olaraq həmin 100 ən böyük şirkətin artdığını, azaldığını ümumi olaraq bazardan baxa bilər. Və Bitcoin nədir? Bitcoinin qrafikinə də baxaq. Yer gəlmişəm. Bitcoin onlar burada. Bitcoin də bir varlıqdır. 1 dollardan satışa çıxan bir varlıqdır. Hal-hazırda 111.000 ABŞ dollardır dəyəri. Bu da Bitcoin ümumi olaraq qrafikidir. Bitcoinə də baxa bilərsiniz. Bu günlük istədiyim ümumi olaraq bazarlar haqqında danışım. Sabah fundamental analizləri, texniki analizləri bunları ayıracağam və ümumi olaraq bunlar haqqında məlumat verməyə çalışacağam. İzlədiyiniz üçün təşəkkür edirəm. Aşağıdan WhatsApp kanalımıza keçid edə bilərsiniz. Orada da bizim məqsədimiz bir çox trader bir araya gətirib onlarla birlikdə bazar analizləri eləyə bilib. Onlarla birlikdə fikir mübadiləsi apara bilməkdir. İzlədiyiniz üçün yenə də bir daha təşəkkür edirəm. Like atıb abunə olmağı unutmasaq sevinərəm.